Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Sonuncu videomda Türkiyədən kargolarım gəlmişdi deyə video çəkmişdim. Bu da part 2 olsun. Çünki makyaj malzemələrim, şampunlarım falan onlar gəlib çatmamışdı mənə. Onları da bugün aldım. Və sizinlə də çəkib bölüşmək istədim. Əslində daha öncələr qiymətləri demirdim. Sonra gördüm 1-2 abunəçim yazıb ki, niyə qiymətləri də paylaşmırsınız? Biz bilmək istəyirik, ona görə deyirəm. Birinci duş gelini 9 manat 39 qəpiyə, ikincisini isə 4 manat neçəsə qəpiyə. Bu şampunun 19 manat 97 qəpik, ikinci şampunu 8 manata almışdım, amma hal-hazırda 15 manat 93 qəpiyyədir. Sonra saç üçün, saç tökülməsinə qarşı daha doğrusu belə bir sprey və saç pilingi. Spreyin qiyməti 12 manat 82 qəpik, pilingin qiyməti isə 16 manat 11 qəpikdir. Və Garnierin üz yuma gelini sifariş vermişdim, 11 manat 8 qəpik. Bu da üz pilingi 13 manat 57 qəpikdir. Bu da koloniyadır. Bunun qiymətini xatırlamıram. Bunun Azərbaycan dilində bilmirəm nə deyirlər. Mən mandarinli olanı almışdım. Qoxusu xoşuma gəlir. Bu da bədən spreyidir. Bunu 15 manata almışdım. Bu da saç parfümüdür. Bunlar biraz yarı olur. Bilmirəm niyə. Şüşələri biraz yarı olur. Gələrkən Türkiyədən birini almışdım. O bitdi. İkincisini aldım. Qiyməti 13 manat 47 qəpik. Bu L'Oreal Parisin günəş kremidir üz üçün. Çox əla keyfiyyətlidir yəni. Qiyməti 22 manat 26 qəpikdir, amma hal-hazırda qiyməti 28 manatadır. Bunlar diş fırçalarıdır. Bilmirəm qiyməti neçədir. Sonra 2 ədəd antiperspirant sifariş vermişəm. Old Spice. Bunlar çox gözəldir. Bundan ötəsi yoxdur da, yəni ən keyfiyyətli bunlardır. Mən almışdım hərəsini 11 manata, hal-hazırda 16 manat 78 qəpiyə. Bu da Maybellinin üz tonalmısıdır. Onun da qiyməti 18 manat 96 qəpiyə. Bu da Maybellinin qələm pomadasıdır, nömrə 10. Bu da çox gözəldir. Artıq neçə ildir ki, bundan istifadə edirəm. Bunun qiymətini xatırlamıram. Yəni hal-hazırda bilmirəm qiyməti neçədir. Bu da Maybellinin göz qələmidir. Qələmi açan kimi gözə gəldi, qırıldı. Mən də itilib təzədən göstərməli oldum. Qiyməti 7 manat 69 qəpiyyədir. Və bu pudra üz pudrasıdır. Bunu 22 manat 85 qəpiyə almışam. Bu isə pastelin 42 nömrəli üz ərlığıdır. Qiyməti 8 manat 55 qəpiyə. Bu da Maybellinin üz bazıdır. Onun da qiyməti 16 manat 89 qəpiyə. Və bu da parfümlü şamlardır. Qiymətini xatırlamıram. Və sonda pastelin göz layneri. Qiyməti 9 manat 98 qəpiyyədir və aldıqlarım bu qədər. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videomu bəyəndinizsə kanalıma abunə olub videomu bəyənib şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Hələlik.